Peyğəmbər Əhl-i əleyhissalamın ardıcıları haqqında ən çox istehzanla işlətdikləri kəlmə nədən ibarət? Bunlar oturub imamın zuhurunu gözləyirlər, sonuncu imam zuhur eləyəcək, oturub onu gözləyirlər. Sanki bununla da şuuraltı mesaj cəmiyyətə çatdırmaq istəyirlər ki, bunlar oturublar, oturaq həyat tərzi, pasiv həyat tərzi keçirdirlər. Yəni bu intizar fəlsəfəsi, intizar düşüncə tərzi insana passivliyə çəkir, amma tam əksinə, tamamilə əksinədir. İntizar əslində oturub gözləmək demək deyil. İntizar insanda məsuliyyət yaradan bir düşüncə tərzidir. İnsan biləndə ki, bir şəxs zuhur eləyəcək, onun gəlişi gözlənilir. Kimisə gözləyən insan başlayır hazırlıq işləri görməyə. İntizar düşüncəsi ilə yaşayan şəxs məsuliyyət hiss eləyir. Və o məsuliyyət onun özünü islah etməsinə aparıb çıxardır. Özünü tərbiyə etməsinə məcbur edir. Və intizar düşüncəsində olan şəxs kimsə gəlib məni tərbiyə eləsin, məni islah eləsin, yox, fikirləşir ki, görəsən mən nəyi düzəldə bilərəm, nəyi dəyişdirə bilərəm, kimi düzəldə, islah eləyə bilərəm, hansı islahat işləri apara bilərəm. Bu fikirlə yaşayan insanlar məhz öz istər ictimai fərdi həyatında olsun, istər ictimai həyatında dəyişiklik yaradır. Çünki fikirləşir ki, günahsız gözlər mənə baxır. Bir şəxs var hal-hazırda, o günahsız gözlərlə mənə tərəf baxır. Amma məni qınamır. Görür, tanıyır məni. Məni tanıyır, amma tərk eləmir. İmam Zaman əleyhissalam Peyğəmbər Əhl-i əleyhissalam ardıcıları üçün, İslam ümməti üçün dualar edir. Valideyn necə ki öz övladını tanıyır, amma ondan ayrılmır, ayrıla bilmir, onu atıb gedə bilmir. Zəmanə imamı deyir, insana mehriban anadan daha mehribandır. Dua eləyir, amma gəlib nəyəsə məcbur eləmir. Sanki bir sərbəstlik verib ki, insan öz sərbəst iradəsi ilə özünü islah eləsin. Ona görə Həzrət buyurur ki, sonuncu imamdan bir hədis var, buyurur ki, biz sizin halınızdan xəbərsiz deyilik və sizi unutmarıq. Elə bu cümlənin özü insanda depressiya üçün bir dərmandır. İnsanın tənhalıq hiss eləyən insan üçün yaşamaq üçün bir motivasiyadır. Həyat verici sözlərdir.